Değerli şagirdlər, hər vaxtınız xeyir. Sualların izahına baxaq. İlk öncə 7-ci sualda bizdən baxın x-i soruşur. Fikir verin, burada birinci verilən düzbucaqlı üçbucağa baxın. 8, 10. Deməli digər katet neçə olacaq? 10. Deməli 6. Düzdür? 6, 8, 10 düzbucaqlı üçbucağı. Və ikinci düzbucaqlı üçbucaq böyük düzbucaqlı üçbucaqdır. Bura 15-dir. Bu digər yəni katet 8-dir. O zaman BC neçə olacaq? Hipotenuzun kvadratı bərabər 8-in kvadratı plus 15-in kvadratı. Buradan x kvadrat bərabərdir 64 plus 225. X kvadratı alıram ki 289. 289 nəyin kvadratıdır? 17-nin. Sonra 8-ci sualda deməli ilk öncə baxın bu düzbucaqlı üçbucağa baxaq. 15 bura bir x desəm o zaman nə olacaq? 15 hipotenuzdur. O zaman x kvadrat plus 9'un kvadratı bərabərdir 15'in kvadratı. Yəni x kvadrat bərabərdir 225'dən çıxıram 81'i. Buradan x kvadrat olacaq. Deməli 144. X de o zaman neçədir? 12'dir. O zaman bura oldu 12. İndi fikir verin. 15, deməli 5 katet, 12 katet. O zaman bura neçə olacaq? Hipotenuzun kvadratı bərabərdir 5'in kvadratı plus 12'nin kvadratı. X kvadrat bərabər 25 plus 144. Buradan x kvadratı alıram 169. X de o zaman olacaq 13. Sonra bu sualda deməli baxın. Bura katet hipotenuz. Yəni x kvadrat plus 8'in kvadratı bərabərdir 4 kök 5'in kvadratı. X kvadrat plus 64 bərabərdir. Bunun kvadrat nə deməkdir? 4 vur 4, kök 5 vur kök 5. Elə deyilmi? X kvadrat bərabər nəyə? 16 vur 5. Neçə eləyəcək bu? Deməli 16'nı vururuq 5'ə. Olacaq 80 çıx 64. Buradan x kvadrat olacaq 16. X de olacaq 4. Və nəhayət 11-ci sualda 4, 3. Bu hipotenuz neçə olur? Olur 5. İndi fikir verin, bu düzbucaqlı üçbucağa baxıram. 5, 1. 5'in kvadratı 1'in kvadratı. X kvadrat nəyə bərabərdir? 1'in kvadratı plus 5'in kvadratı. X kvadrat bərabərdir 26'ya. O zaman x özü nəyə bərabərdir? Kök 26'ya. Bura bir kök 26 desəm. Kök 26 desəm. O zaman bu düzbucaqlı üçbucağa baxacaqsınız. Kök 26'nın kvadratı plus kök 10'un kvadratı bərabərdir x'in kvadratı. Bu bizə nə verəcək? Kök 10, deməli kök 26'nın kvadratı 26 plus kök 10'un kvadratı 10 bərabərdir x kvadratı. Buradan x kvadrat 36. X da neçə olacaq? 6.